Moskva 1954-cü il. Qurbağa Şahzadə. Senari müəllifi Valpina, rejissor Tsikhanovski, bəstəkar Levitsin. Quruluşçu rəssamlar Milçin, Bilyakov, operator Astafyev, səs operatoru Martinyuk. Rəssam multiplikatorlar Xitruk, Fyodorov, Çani, Taranoviç, Daniloviç, Miroviç, Kaçanov, Dalgih, Lixaçov, Malışov. Rollarda Gözəl Vasilisa Kupriyanova, Şahzadə İvan Birbitski, Ölməz Kaşşey Rumnev, Kondrat Baba Gribov, Çar Çirkov, Qoca Gribkov, Bab Yaga Milyar. Sabahınız xeyir Ağcaqayın. Sabahınız xeyir bacı. Sabahınız xeyir heyvanlar və quşlar. Sabahınız xeyir gözəl Vasilisa. Hə dələ, danış görüm gecən necə keçdi? Səhəri necə qarşıladın? Bizdə hər şey yaxşıdır, sakitlikdir, əminamanlıqdır. Xəbəriniz yoxdur, ay axmaqlar. Gözəl Vasilisanı ölməz Kaşşey aparıb. Axır ki, qonağım oldun, gözəl Vasilisa. Öz istəyi ilə qonaq gedirlər. Sən öz istəyinlə gələrdin? Yox, heç vaxt gəlməzdim. Görürsən, sən heç kədərlənmə, gözəl Vasilisa. Gör burada hər şey nə qədər gözəldir. Ağaclar qızıldandır. Ağacların yarpaqları da. Budaqlardakı quşlar da qızıldandır. Bura mənim xoşuma gəlmir, ölməz Kaşşey. Yarpaqlar, əsl yarpaqlardır. Lap meşədəki kimidir. Ah, damcı. Necə də təbiidir. Titriyir. Bir bax, ölməz Kaşşey, necə də gözəldir. Nizamsızlıqdır. Bu mən sənin ardınca meşəyə uçub gəldiyim müddətdə böyüyüb. Adi damcı idi. İndi qızıl damcı olub. Görürsən, adi şeydir. Dönüb oldu cəvahirat. Mən ərə gələndə onu sənə bağışlayacağım. Gözəl Vasilisa. Bu sənə toy hədiyyəsi olacaq. Sənə hərə getmək? Sən bir özünə bax. Belə? Deməli mən pisəm? Bax, bu da sən, gözəl Vasilisa. İndi sən də gözəl olmayacaqsan. Hey, nökərlər! Mənim hərlənən güzgümü gətirin. Bir özünə bax. Gözəl Vasilisa, nə görürsən? Yoxsa qorxdun? Nədən qorxmalıyam ki? Biraz saçlarım pırpızdaşıb. O da düzələr. İndi isə əllərinə bax.
İndi isə yuxarı bax. Sən 3 il, 3 gün qurbağa olacaqsan, gözəl Vasilisa. Bəlkə o vaxta kimi ağıllandın. İndi isə get öz bataqlığına. Qədim zamanlarda bir çarın 3 oğlu vardı. Onlar həddi buluğa çatandan sonra çar onları yanına çağırıb dedi: Əziz övladlarım, nə qədər ki, qocalıb əldən düşməmişəm, mən sizi evləndirmək istəyirəm. Sizin uşaqlarınızı, nəvələrimi görmək istəyirəm. Lap yaxşı ata, onda xeyir dua ver. Bizi kimlə evləndirmək istəyirsən? Yaxşı, siz belə eləyin, adama bir ox götürüb, gedin çölə, oxu atın, oxunuz hara düşsə, o da sizin taleyiniz olacaq. Böyük oğlun oxu bayar evinin həyətinə düşdü. Oxu bayar qızı götürdü. Ortancıl qardaşın oxu tacir evinin həyətinə düşdü. Oxu tacir qızı götürdü. Kiçik oğlun, Şahzadə İvanın oxu isə havalandı, uçdu və heç özü də bilmədi, gedib hara düşdü. Qurbağa, oxumu mənə ver. Niyə belə ətrafa boylanırsan? Özümə nişanlı axtarıram. Görmürsən? Yox, görmürəm. Sən mənə bax. Sənin nişanlın mənəm, Şahzadə İvan. Al məni. Sən nə danışırsan? Nə deyirsən? Axı mən qurbağa ilə necə evlənə bilərəm? Özün bil, Şahzadə İvan. Mən atama söz vermişəm. Sözümdən dönə bilmərəm. Qayıt qurbağa. Qurbağa, qayıt. Qoy sən deyən olsun. Çar 3 toy çaldırdı. Çar 3 toy çaldırdı. Böyük oğlunu bayar qızı ilə, ortancılı tacir qızı ilə evləndirdi. Yazıq Şahzadə İvan da qurbağanı aldı. Günlərin bir günü Çar oğlanlarını yanına çağırdı. Evladlarım, indi mən arvadlarınızın əl işlərinə baxmaq istəyirəm. Qoy onların hər biri gecə ərzində mənə bir xalça toxusun. Gedin. Qurbağa da xalça toxuya bilər?
Şahzadə İvan, niyə belə kədərlisən? Nəsə olub? Atam əmr eləyib ki, sən sabah səhərə kimi bir ipək xalça toxumalısan. Dərd eləmə, Şahzadə İvan. Yaxşısı budur, uzan, yat. Gecənin xeyrindən səhərin şəri yaxşıdır. Ey dayələr, yığışın, hazırlaşın. Nə olub? Səhərə kimi 2 xalça toxunmalıdır. Ey saray xidmətçiləri, toxucular yığışın, ləvazimatları gətirin. Nə əmr edirsiniz? Sabaha kimi 2 xalça toxunmalıdır. Ey qızlar, kənizlər, yığışın, hazırlaşın, cəld olun. Nə əmr edirsiniz? Sabaha kimi 2 xalça toxunmalıdır. Ey geçmiş əskər. Kandrat baba. Keçmiş əskər, Kandrat baba qulluğunuzda hazırdır. Şahzadə İvan, yatmısan? ребятушки, раз, два, три. А бы тело не гудело, ать, два, три. Дали дело, делай смело, ать, два, три. Дали дело, делай смело, ать, два, три.
Şahzadə İvan, Şahzadə İvan. Bir gecəyə atana toxuduğum xalçanı götür, get saraya. Vaxtdır, tez ol. Ha evladlarım. Gösterin görüm arvadlarınız ne toxuyub. Pis xalça değil. Aparın tövliye. Atların beline salarsız. İndi ise oğlum sen öz xalçanı göster. Bunu ise dəhlize serin. Ayak silme için. Bəs sen Vanyuşka, niye boş gelmişsen? Hani senin xalçan? Bu nedir böyle? Ay səni qurbağa. Ay, bak buna diyərəm xalça. Xalçalar xalçası. Ömrümdə belə xalça görməmişəm. Bura baxın evladlarım. Bugün akşam sarayımda ziyafət qurulacaq. Siz belə eləyin. Arvadlarınızı götürüb gəlin. Mən də özümkünü gətirim. Mütləq gətir. Necə məsləhətdir, ata? Şahzadə İvan, niyə belə kədərlisən? Danış, utanma. Bəlkə atam sənin xətrinə dəyib. Hə İvan? Yox, qurbağa. Axı bunu necə deyim? Atam deyib ki, səndən birgə ziyafətə getməliyəm. Mən adamlara səni necə göstərim? Axı necə? Qəm eləmə, Şahzadə İvan. Ziyafətə tək get. Sonra mən gələrəm. Səsküy, ildırım çaxmasını eşidəndə qorxma. Səndən soruşsalar de ki, bu mənim qutuda gələn qurbağamdır. Yaxşı? Bəs niyə kiçik oğlum gəlib çıxmır, ha? Deyəsən, bəzənib düzənməsi çox çəkir. Niyə arvadını gətirməmisən? Dəsmala büküb gətirəydin. O gözəli hardan tapmısan? Hə? Yəqin bütün bataqlığı əley-vəley eləmişsən. Qorxmayın, möhtərəm qonaqlar. Bu mənim qurbağamdır. O qutuda gəlib. Bağışla əzizim, biraz ləngidim. Atanın gözünə elə belə görünmək istəmirdim. Sən kimsən? Mən sənin arvadın Vasilisayam. Gözəl Vasilisa.
Ay səni qurbağa. Deyəsən nahaq biz ona gülmüşük. Deyəsən elədir. Buyurun, əyləşin övladlarım. Yanımda oturun. İndi isə arvad sənin gözün onun üstündə olsun. O neynəsə, sən də onu elə. Niyə durmusuz? İndi növbə sizindir. Ay, bəsdir əziz gəlinlərim. Sağ-salamat gedin evinizə. Şahzadə İvan, sən neynədin? 3 gün gözləsəydin, əbədi sənin olacaqdım. İndi isə əlvida, daha məni əl çatmaz, ün yetməz yerdə axtar. Ölməz kaşeyin yanında, əlvida İvan, əlvida, əlvida.
igid. Nə axtarırsan? Hara gedirsən? Baba, mən gözəl Vasilisanı axtarıram. Və Kaşeyin səltənətinə gedirəm. Bilirəm. Arvadın ölməz Kaşeyin yanındadır. Hey İvan, niyə axı sən qurbağanın dərisini yandırdın? Ona sən geyindirməmişdin ki, sən də çıxarasın. Nə eləmək olar? Götür bu yol göstərəni. O hara getsə, sən də onun ardınca git. Sağ ol baba, sağ ol. Yol gösteren ağaç. Yol gösteren ağaç. Biraz yavaş git. Ben yorulmuşam. Gözle beni. Yorulmuşam. Yox, vurma məni Şahzadə İvan. Balalarıma rəhmin gəlsin. Sənə xeyrim dəyər. Yaxşı. Çık git. Öldürmə məni. Balalarıma rəhmin gəlsin. Lazım olan vaxtda sənə köməyim dəyər. Yaxşı. Qoy sən deyən olsun qurd. Çık git. Balalarımı yetim qoyma. Öldürmə məni. Sənə köməyim dəyər. Yaxşı Şahin. Get yaşa. Mənim də sənə köməyim dəyər. Şahzadə İvan, balamı dayaz yerdən çıxarıb at mavi dənizə. Sənə xeyrim dəyər. Yaxşı. Üz dənizdə balaca durna balığı. Get yaşa. Koma, yenə də əvvəlki vəziyyətdə dur. Arxası meşiyə, üzü mənə. Xeyirxah igid, yanıma niyə gəlmisən? İş görmək istəyirsən, yoxsa işdən qaçmaq? Danış. Ay səni qoca ifritə. Sən əvvəlcə məni yedizdir, içizdir, çimizdir. Daha sonra soruşarsan. Yaxşı qoca, hə? Səhər Baba Yaga ona gözəl Vasilisanı necə tapmağın və ölməz Kaşeyə necə qalib gəlməyin yolunu söyləyir. Gözəl Vasilisanın xilası çətin olacaq. Kaşeyə qalib gəlmək asan deyil. Gəl mən sənə kömək eləyim. Mənim onunla düşmənçiliyim var. Məni diqqətlə dinlə. Kaşeyin ölümü onun iynəsinin ucundadır. İynə isə yumurtanın içində. Yumurta da ördəkdədir. Ördək də dovşanın içindədir.
Dovşan isə daş sandığın içində oturub, sandıq böyük palıdın üstündədir. O palıdı isə ölməz kaşşey göz bəbəyi kimi qoruyur. O palıda necə yaxınlaşmağın yolunu isə yalnız mən bilirəm. Şahzadə İvan, otur atın belinə. O səni göz qırpımında palıdın yanına çatdıracaq. Ay seni koca karga. Bir dayan. Gör senin başına ne oynatacağım. Adam iyisi gelir. Ey murdar yılan! Deməli oyanmısan, hə? Şahzadə İvan, döyüşmən olacaqsan. Cəzanı almadan evə qayıda bilməyəcəksən. Yandı, yandı, diri diri yandı. Deməli sağsan. Amma dəxli yoxdur, Şahzadə İvan. Gözəlimə şirisanı görməyəcəksən. Sən adi idin. İndi isə qızıl ol. Dayan İvan, mən sənə kömək eləyərəm. İtirdim. Mən səadətimi itirdim. Çox tez sevinirsən, Şahzadə İvan. Çox tez. Belə eləməzlər Şahzadə İvan. Dedim ki, belə eləməzlər. Yaxşı, bəs necə eləyərlər? Bax belə.
Kaşşeyin ölümü onun iğnesinin ucundadır. Beləliklə, Şahzadə İvan, gözəl Vasilisa evə qayıtdılar və qocalana kimi uzun, xoşbəxt həyat sürdülər. Cizgi filmini dublyaj etdilər. Əməkdar artist Ədalət Məmmədov, aktyorlar Şəfəq Əliyeva, Xalidə Məmmədova, Kamran Yunis, Səyyar Rüstəmov. Cizgi filmi Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində dublyaj